Davud Peyğəmbərin dövründə bir qadın var imiş, bunun 3 uşağı var imiş. Bunlar ac-yalavaz vəziyyətdə yaşayırmışlar. Qadın görür ki, balaları acdır, gedir bir yerdə 2-3 gün çalışır, bir torba un qazanır və unu götürür, arxasına gəlir ki, evdə çörək pişirib öz balaları yesinlər. Belə olur ki, yolda bir rüzgar qalxır, bu un torbasında bu arvadın elindən alıb götürüb aparır, arvad görür un torbası getdi, başlayır oturub ağlamalı. Bunu görən Süleyman da o vaxtı 10 yaşında uşaq olub, yaxınlaşır ki, bu qadına deyir, ana, niyə ağlayırsan? Deyir, ay bala, get sən öz işvə, sən körpə uşaqsan, sən mənim dərdimə nə əlac eləyəcəksən? Yox, deyir, sən elə niyə deyirsən ki, mən Davud Peyğəmbərin oğlu Süleymanam. De görüm, sən niyə ağlayırsan? Bir ay bala, mən kasıb bir qadınam, 2-3 gündür gedib çalışırdım, bir torba un qazanmışdım. Uşaqlarım da evdə acdılar, onlara çörək pişirmək üçün. Onu da külək aldı əlimdən, götdü apardı, indi qalmışam yenə ac vəziyyətdə. Ona bunun üçün ağlamaya ehtiyac yoxdur ki, bunun həlli asan məsələdir. Git Davud Peyğəmbərin yanına küləyi şikayət elə, mühakimə elətdir. Bula küləyi mühakimə eləmək olar, deyir, sən nə işin var? Git Davud Peyğəmbərin yanına, sən küləyi mühakimə elətdir. Bəli, qadın bunun sözü ilə gelir Davud Peyğəmbərin yanına, görür Davud Peyğəmbər vəzir vəkilləri ilə oturub. Davud Peyğəmbər qadına deyir ki, qadın, nəyə gəlmişsən? Qadın da başlayır vəziyyəti danışmağa, deyir, mən 2-3 gündə əlləşirdim, bir torba un qazanmışdım, aparım evdə balalarım acdı, onlara çörək pişirim, yedizdirim. Yolda bir külək qalxdı, o unu əlimdən alıb götürüb apardı. İndi mən küləyədən şikayət eləməyə gəlmişəm, küləyi mühakimə edeyim. Davud Peyğəmbər görür, deyir, bacım, küləyi də mühakimə eləmək olar. Deyir, buna bir kisə un verin, qoy çıxıb geçsin. Bəli, qadın bir kisə un adını sevinə qapıdan çıxır çölə. Çölə çıxan kimi Süleyman bunu görür, deyir, ana, nə oldu? Deyir, hə, bala, sağ ol. Davud Peyğəmbər mənə bir kisə un verdi. Deyir, bana, sənin o şikayətə baxmayıb ki, o sənə bir kisə unu sədəqə verib. Sən git şikayətə elə yenə. Sən şikayətə baxsın. Bəli, qadın bu uşağın sözü ilə bir də girir içəri. Deyir, indi niyə gəlmirsən? Deyir ki, bəs mən gəldim ki, sən küləyi mühakimə elədinəm. Deyir, ay qadın, axı küləyi mühakimə eləmək olmaz. Mən o küləyi necə mühakimə eləyim? Arabına bir kisə də un verin, qoy geçsin bu adı. Yola salın, qoy geçsin. Bəli, qadın görür, bir kisə də un gəldi, laf sevinir. Sevincin həddi, hüdudu yoxdur. Qapıdan çıxanda yine Süleyman yaxalayır bunu. Deyir, ana, nə oldu? Deyir, bala, Allah sənin köməyin olsun. Atam mənə 2 kisə un verib. Deyir, bana o sənin yenə sədəqə verib sənə unları. O sənin şikayəti yerinə yetirməyib. Sən git şikayəti elə ginən, haqqı tələb elə ginən, haqqı al ginən. Bəli, qadın ginən girir içəri, Süleyman ve Davud Peyğəmbər görür ki, bu qadın yenə gəldi içəri. Bir qadın əsəbləşir biraz da. Deyir, qadın, bəs indi niyə gəlmişsən? Ayıb deyir, sənə 2 kisə un verdik. Çıx getlər də nə istəyirsən? Deyir, vallahi mən özümdə xəcalət çəkirəm, mən özüm gəlib içəri girmirəm. Məni bu içəri salan sənin oğlun Süleymandır.
Süleyman Peyğəmbər gəlir qapıya, görür ki, Davud Peyğəmbər gəlir qapıya, görür ki, Süleyman qapının ağzındadır. Görə, sən o dövsənə, sən bu qadını hər saatda salırsan içəri. Süleyman deyir ki, bəs sən Peyğəmbər deyirsən, bəs sən nədir Peyğəmbərsən? Bu qadının şikayətin yerinə getirmirsən, ona sədəqə verib yola salırsan və sən kürəyi mühakimə eləyə bilməyəcəksənsə, nəyə görə Peyğəmbər olubsan, özündə hökmüdarsan, oturmuşsan o kresloda. Bu sözləri eşidən Davud Peyğəmbərin ayaqlarına əsmə gəlir. Gedir, qapanır öz otağında, səcdiyə gedir, deyir, ey gözəl Allah, sən özün mənə agah elə görüm, bu sirrin mənası nədir? Bu nə deməkdir? Allah Teala Cəbrail əleyhissalam göndərir ki, gedin Davuda xəbər verin ki, sabahları limana bir bölük əsgər göndərsin. Ora bir gəmi yaxınlaşacaq. Onun sualının cavabı orada veriləcək. Bəli, Davud Peyğəmbər bir bölük əskəri göndərdirir limana. Səhər günəş çıxar-çıxmaz, bir də görürlər ki, bir gəmi ləngər vura-vura gəlir. Gəmi gəlib çatır sahilə, görürlər ki, gəminin içərisində geyimli, kecimli tüccarlardır. Bunlar əlində 3 tabaq qızıl. Yaxınlaşırlar əskərə ki, bəs Davud Peyğəmbər hardadır, bizi aparın onun yanına. Bəli, əskərlər bu tüccarları götürüb gətirirlər Davud Peyğəmbərin qəbuluna. Davud Peyğəmbər bunlardan soruşur ki, nə işdir? Deyirlər ki, bəs hal qəzə belə, biz Antalya tüccarlarıyıq, malımızı gəmiyə vurub Misirə satmağa aparırdıq. Yolda elə bir külək, rüzgar qalxdı ki, bizim gəmimizi qayıya çırpıb dəlik açıldı. Həmin dəlikdən gəmiyə su dolmağa başladı. Biz batırdıq, gəmi batmaq üzrə idi. Ölüm ayağındaydıq. Bu bəladan qurtarmaq üçün hamımız getdik səcdiyə. Dua edik ki, ey Allah, sən bizi bu bəladan qurtar ki, biz malımızın 1/10 yetim yesirə təqdim edəcək, verəcək, paylayacaq. Ona görə biz də birdən hardansa külək bir torba unu gətirib o gözləmədiyimiz halda tıxadı həmin dəliyə. O dəliyə tıxanan o xamır artıq gəmiyə su dolmağa qoymadı. Ona görə biz ölüm ayağından qurtarmışıq və verdiyimiz sözü yerinə yetirməyə gəlmişik. Gələ-gələ hesabladıq ki, bizim malımızın 1/10 3 tabaq altın edir. Onu da gətirmişik sizin hüzurunuza. Bəli, Davud Peyğəmbər bu 3 tabaq altını alır, verir o qarıya. Deyir ki, apar bunu, yiyin için xərcləyin, bu sizin şikayətinizin cavabıdır. İndi Davud Peyğəmbərin dövründə Zəbur idi. Zəbur indi bizim zamanəmizdə Qurandır. Zəbur Quranın içindədir, onun 1/10 hissəsini təşkil edir. Təsəvvür edin ki, Zəbur dövründə rüzgarı mühakimə elənirsə, indiki dövrdə də bizim əllərimizin, gözlərimizin, əzalarımızın hamısı bizi mühakimə edəcəklər. Ona görə biz elə əməllər tutmalıyıq, elə işlər görməliyik ki,
mühakimə zamanı üzü qara qalmayaq. Əmin olun ki, hər bir kəs öz əməlinə görə mühakimə olunacaq. Arzum odur ki, bu mühakimədən üzü axsın. Hamıza bu yolda uğurlar arzulayıram. Ona görə həyatınızda tutduğunuz işlər haqqında həmişə fikirləşin ki, yaxşı işlər olsun. Sağ olun.